Çoxlarının AES Telman kimi tanıdığı Telman İsmailov 1956-cı il oktyabr ayının 26-sında Bakıda dünyaya gəlib və sonradan Moskvaya üst tutaraq 1989-cu ildə AES şirkətlər qrupunun təməlini qoydu. AES adı öz sahiblərinin adı ilə Alekber, Sərxan, Telman İsmailovun oğulları və Telman adının baş hərfləri ilə bağlıdır. 52-dən çox mağaza açdı. O zamana qədər Moskvada buna bənzər kütləvi parakəndə ticarət genişliyi yox idi. Sonra AES sürətlə genişləndi. Təkcə geyim deyil, otel, tikinti, nəşriyyat, nəqliyyat, zərgərlik, restoran və topdan satış kimi bazarlarına qədər yeni, eyni zamanda bir imperiya kimi böyüdü. Onun ən güclü aktivlərindən biri Moskva ətrafında yerləşən Çerkizovski bazarı idi. O zamanlarda bu bazar Rusiya və Avropanın ən böyük topdan satış mərkəzlərindən biri hesab olunurdu. Mardan Palace. Bu otel yalnız sadə otel değildi. O lüksun özünü yenidən tərif edirdi. Layihənin qiyməti 1.4-1.5 milyard dollar təşkil edirdi. Açılış mərasimi özü-özünlüyündə sensasiya idi. Dünya ulduzları, Hollywoodun və dünya səhnələrinin tanınmış adları Mariah Carey, Richard Gere, Sharon Stone, Monica Bellucci, Paris Hilton, Seal, Tom Jones və Türkiyədən İbrahim Tatlıses kimi məşhurlar təkcə Mardan Palace'ın açılışında iştirak etmək üçün qatılmışdılar.